Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu və selamu alə Rasulillah və bə'd. Salamlayıram hər birinizi Allahın salamı ilə. Sonra elhamdülillah Allah təala bizə nəsib edir. Biz görüşürük və Allah xatırlayırıq və nəsə öyrənirik və nəsə öyrədirik. Bu bizim üçün böyük xeyirdir. Bu bizim üçün böyük bir uğurdur. Və insan həqiqətən də dünyadan biraz uzaqlaşanda rahatlıq tapır. Və dünyaya qarışdıqda insan yorulur. Nə qədər qazanc əldə etsə də, nə qədər mal-mülk toplasa da belə, onlar hamısı onu yorur. Və görürsən ki, orada saadət, xoşbəxtçilik olsa belə, lakin qəlbə zərər verən amillər olduqca çoxdur. Qəlbi zərərlədən, qəlbi körlayan, ziyan verən şeylər çoxdur. Amma insan məscidə və ya elm məclisinə daxil olarsa, oturarsa və görər ki, insan o şeylərdən uzaqlaşır. Çünki yoxdur elm məclislərində o cür şeylər. Yoxdur elm məclislərində o cür abu-hava. Elm məclisində olan abu-hava, məsciddə olan abu-hava tamamən fərqlidir. Bazarda olan abu-havadan, ticarətdə olan abu-havadan, dünya və onun içindəki olan abu-havadan. Ona görə bu böyük bir neymətdir və biz bu neyməti gərək dəyərləndirək və bunu dəyərləndirmək də hər bir insana nəsib olmur. Hər bir müsəlmana müvəffəqiyyət verilmir. Allah təala sənə buna müvəffəq edibsə, bunun qədrini bilməlisən və bizə müvəffəq edibsə, bunun qədrini bilməliyik və bunun üçün necə deyərlər, səy göstərməliyik. Təbii ki, biz bu fürsətdən istifadə edib, yazılmış kitablar, şərh olunmuş kitablar, onlar qardaşlarla bölüşmək, onları oxumaq, bundan istifadə eləmək istəyirik. Onlardan biri də Əqidə Vasitiyyədir. Hansı ki, onu Şeyxülislam yazıb, rahiməhullah. Və istəyərdik ki, onu oxuyaq, onun şərhi ilə, şeyxlərin şərhinə, xüsusən də Şeyx İbn Teymin rahiməhullahın şərhi ilə baxaq, faydalanaq, nəsə bir fayda olarsa onu qeyd edək, götürək, özümüzdə saxlayaq yadımızda, hətta fayda versin biz üçün. Və Şeyx rahiməllah birinci Bismillahirrahmanirrahim ilə başlayır. Və Şeyx İbn Teymin rahiməllah buyurur ki, bütün müəlliflər demək olar ki, Bismillah ilə başlayıb öz kitablarına. Və Bismillah ilə başlamaqları da hamısı Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə əməl baxımındandır, həmçinin Allahın kitabına əməl baxımındandır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem kiməsə məktub yazanda, kiməsə nəsə göndərəndə Bismillahirrahmanirrahim yazardı və Bismillah yazardı. Və Quran-ı Kərimdə də bütün surələrin başlanıcığı Tövbə surəsi istisna olmaqla Bismillahirrahmanirrahim ilə başlayır. Və Bismillahirrahmanirrahim demək də o mənadadır ki, Allahın adı ilə. Bu kitabı yazıram Allahın adı ilə. İnsan içəndə məsələn deyir Bismillah. Bir işə başlayana deyir Bismillah. Edəcəyi feili demir. Məsələn demir Bismillah əşrab. Allahın adına içirəm. Bismillah əkul. Allahın adına yiyirəm. Deyir Bismillah və yiyir. Feil, edəcəyin feil o Bismillahın təqdirindədir. Nə edirsənsə deyirsən Bismillah. Mən onu Allahın adını edirəm. Bismikallahumma əmutu və əhyə. Yatanda məsələn deyirsən, Allahım sənin adınla yatıram, sənin adınla da oyanacam inşallah. Hər bir feilin təqdirində, hər bir Bismillahın təqdirində, o əməlin hansı ki, onu eləyəcəksən, o yatır. Və alimlər də Bismillah deyəndə, Allahın adıyla yazıram. Bismillah Allahın adıyla. Bismillah Allahın adıyla. Allahın adıyla yazıram. Yemək deyir Bismillah. Allahın adıyla. Demirsən yiyirəm. Orada Allahın adıyla yiyirəm. Hətta şeytan yeməsin. İçəndə deyirsən Bismillah. İçirəm. Amma o feili, içmək feili, yemək feili, yatmaq feili, onları demirsən. Deyirsən Bismillah. Və bir işi başlayana deyirsən Bismillah başlayaq. Amma nəyi başlayaq onu özünüz bilirsiniz. Və təbii ki,
Allahın adı ilə başqasının adı ilə başlamaq olmaz. Bu, Bismillahirrahmanirrahim elə tevhid kəlməsidir. Bismillahirrahmanirrahim də tevhidi izhar edən kəlmələrdəndir. Yəni, demirsən Bismi Hüseyin, Hüseynin adı ilə və Bismi Ali, Ali'nin adı ilə və Bismi Muhammed, Muhammedin adı ilə sallallahu aleyhi ve sellem. Onlar da hamısı Allah onlardan razı olsun sahabələr. Deyirsən, Bismillah, Allahın adı ilə. Nə üçün? Çünki o iş ki, Allahın adı ilə başlayır, ümid olunur ki, o bərəkətli olacaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem hansı risalə yazıbsa, hansı məktub yazıbsa, harasa yazıb Bismillah və Bismillahirrahmanirrahim. Və buyurur ki, rahiməhullah, Şeyx İbn Ütheymin və Bismillah, Allah. Allah Teala Allahın adıdır. Allah, Allahın adıdır. Allahdan başqasına da verilməz bu ad. Bu ad Allah'a xasdır. Və mənası, yəni, ilah deməkdir, ibadət olunan. Allah, yəni ibadət olunan, məbud. Məbud, o məbud ki, ona ibadət olunur təzimlə və məhəbbətlə. Təzimlə, yəni, ucaldırsan onu, onun qarşısında zəlil olursan və məhəbbətlə. Təzimlə və məhəbbətlə. Ola bilər sən ibadət eləyəsən, amma təzim olmasın və qəlbində məhəbbət olmasın. Bu artıq münafiqlərin əməlidir. Ola bilər ki, qəlbində təzim də olsun, məhəbbət də olsun. Bu, tevhid əhlinin ibadətidir. Ona görə insanın Allaha, məbuduna ibadəti məhəbbət və təzimlə olur. Ona görə görürsən, müşriklər öz bütləri qabağında məhəbbətlə və onu təzim etməklə yanırdılar. Və indi də görürsən ki, Allaha şərik qoşanlar, onlar görürsən qəbirlərin qabağında məhəbbətlə və o qəbir sahibini təzim etməklə və özlərini onun qarşısında zəlil göstərməklə ibadət edirlər. Əslində isə ona layiq olan Allah Teala'dır. Ona görə biz deyəndə şirkdir, elə belə demirik. Şirk nədirsə ona şirk deyirik, nə tevhiddirsə ona tevhid deyirik. Və Allah Teala buyurur ki, və huvallahu fis-semavati və fil-ard. O səmalarda da ilahdır, yerdə də ilahdır. Yəni Allah. O Allahdır. Yəni məbuddur, ibadət olunur. Fis-semavat göydə də, səmalarda. Yəni mələklər ibadət edir Allaha. Və fil-ardı və yerdə də ibadət olunan odur. Ya'lemu sirrakum və cəhrakum. Yəni aşkar da bilir, gizliyini də bilir. Yəni sizin aşkarınızı da bilir, gizliyinizdə. Allah Teala buyurur ki, və huvallahu fis-semavat. O səmalarda olan ilahdır. Yəni məbud. Səmalardakı məxluqlar da ona ibadət edir. Və fil-ard. Yerdəki məxluqlar da ona ibadət edir. Ya'lemu sirrakum və cəhrakum. Sirrinizi də bilir, cəhrinizi də, yəni aşkarınızı da bilir. Və buyurur ki, rahiməhullah, Rəhman isə Allah adına bağlı bir addır. Ümumiyyətlə, bütün adlar Allah adına bağlıdır. Allahın qalan o bir adları var. O bir adlar hamısı Allah adına bağlıdır. Allah sanki ən əsas addır. O birisi adlar isə Allah adına bağlıdır. Rəhman, yəni rəhmət sahibi, geniş rəhmət sahibi deməkdir. Amma Rəhim, Bismillahirrahmanirrahim. Rəhman və Rəhim isə Allahın sifətləridir. Bismillah, Allahın adıyla. Yəni o Allah ki, Rəhmandır və Rəhimdir. Bismillahirrahmanirrahim. Allahın adı ilə Rəhman və Rəhim olan Allah. Yəni Rəhman və Rəhim olan Allahın adı ilə. Rəhim də, yəni o rəhməti eləyən, rəhimli olan, mərhəmətli deməkdir. İnsan rəhimli ola bilər, amma rəhman ola bilməz. Ona görə birinə demək olar, filan kəs rəhimlidir. Amma demək olmaz, filan kəs rəhmandır. Rəhman adı Allaha xaslardandır. Amma rəhim eyb etməz, insana da bu sifət verilsin. Desin ki, məsələn, filan insan rəhimlidir və qəlbində rəhim var.
və ya mərhəmət var. Amma demək ki, filan kəs rəhmandır, bu şirkdir. Çünki rəhman yalnız Allahdır. Rəhman yalnız Allahdır. Yəni, Şeyx Rahimallah demək istəyir ki, bu ikisi bir yerə daxil olanda, yəni Rəhman, Rahim, yəni geniş rəhmət deməkdir. Geniş rəhmət deməkdir. Və bu rəhmət ki, hansı ki, məxluqata çatır. Allahın bu rəhməti məxluqatına yetişir, məxluqatına çatır. Və Rəhmən, Allah Teala rəhmandır hamıya. Amma rəhimdir xas olaraq möminlərə. Yəni, Allah Teala rəhm edir hamıya. Amma qiyamət günü ancaq möminlərə. Kafirlərə rəhm yoxdur. Zülm də yoxdur. Kafirlərə zülm də yoxdur. Lə zulməl yox. Lə zulməl yox. Bugün zülm olmayacaq. Və başqa ayda buyur ki, mə ənə bi zalləmin lil-əbid. Mən qullarıma qarşı zalım deyiləm. Lakin ədalət olacaq orada. Möminlərə qarşı isə rəhmət olacaq. Ona görə Allah Teala kafirlərlə ədalətli, möminlər isə rəhmətli olacaq. Yəni, Allah Teala möminlərlə ədalətli davranmayacaq. Möminlərlə ədalətli davransa, onlar da əzab əhlində olarlar. Çünki ədalət nədir? Hər şeyin qarşılığını versin. Rəhmət nədir? Keçsin. Bağışlasın, üstünü ötsün. Amma kafirlərlə ədalətli olacaq. Yəni, sən bu əməl etmişdin, bu küfür etmişdin, bu küfrün cəzası budur. Onlara zülm də olmayacaq. Və Allah Taala'nın rəhimli olması kafirlərə bu dünyadadır. Amma qiyamət günü olmayacaq. Allah ola bilər ki, hansısa bir kafirə də rəhm etsin bu dünyada. Mərhəmət eləsin ona. Lakin axirətdə yox. Ona rəhm eləməyəcək. Ona ədalətli olacaq. Necə Şeyx Rahimallah buyurur. Necə Allah Teala Möminin surəsində buyurur ki, onlar ki, cəhənnəmə düşəcəklər kafirlərdən, deyəcəklər ki, Rabbənə əxricnə minhə. Ey Rəbbim, bizi oradan qurtar. Yəni cəhənnəmdən. Fəin udnə fəinnə zalimun. Əgər biz qayıtsaq yenə o işlərimizə, biz zalımıq. Bizi qaytar. Allah Teala buyurur ki, İxsəu fiyhə. Yəni lal olun orada. İxsəu fiyhə. Yəni lal olun orada, zəlil olun orada. Və lə tükəllimun. Mənə danışdırmayın. Yəni ədalətli davranacaq. Çünki demişdi ki, danışdırmayacam onları, onların üzünə baxmayacam, onlara bu əməl sahiblərini təmizə çıxartmayacam. O hadisə ki, baş verdi artıq, onlar dedi ki, Rabbənə, ey Rəbbimiz, əxricnə minhə. Bizi buradan çıxart. Fəin udnə. Əgər yenə qayıtsaq, fəinnə zalimun. Biz zalımıq. Qalə xsəu fiyhə. Dedi ki, yəni, lal olun orada və ya zəlil olun orada. Yəni, lal olun, yəni orada susturur olar, yəni alçaldır olar. Və lə tükəllimun. Yəni, fiyhə və lə tükəllimun. Mənə danışdırmayın. Və sonra Şeyx Rahimallah buyurur ki, Şeyxülislam deyir ki, Rahiməhullah, Elhamdülillahilləzi arsələ rasuləhu bilhudə və dinil haqqı ilə yudhirahu aləd-dini kullihi və kəfə billahi şəhidə. Və Şeyx Bismillah deyəndən sonra deyir ki, Elhamdülillah, həmd olsun Allaha, o Allaha ki, rasullarını hidayətlə göndərdi və haqq din üzərində göndərdi. Nə üçün? Səbəb nə idi o rasulları göndərməkdə haqq din üzərində? Bütün dinlərin üzərində zahir olsun. Bütün dinlər üzərində zahir olsun. Yəni, üstün olsun İslam. O rasullarını göndərdi ki, dinlə, hidayətlə, səbəb nə idi? Bütün dinlərin üstündə olsun, rasulların gətirdiyi din. Və kəfə billahi şəhidə və Allah da şahid olaraq bəsdir. Və Şeyx Rahimallah buyurur ki, və bu Elhamdülillah deməsi şeyxin, Elhamdülillahilləzi arsələ rasuləhu bilhudə, yəni öz rasullarını hidayətlə göndərən Allaha həmd olsun. Və Şeyx Rahimallah buyurur ki, Allah yəni kamil şəkildə hidayət olunmağa layiq, kamil şəkildə həmd olunmağa layiq və kamil olduğuna görə həmd olunmağa layiqdir. Və biz Allah Taalaya həmd edirik, onun kamil sifətlərinə görə və həmçinin onun kamil bizə o etdiyi yaxşılıqlara və ehsana görə. Çünki Allah Teala bizə nə verib? Kamil verib neymətlər. Biz ona qarşılıqlı şükür olaraq ibadət edirik. Lakin bizim ibadətlər naqisdir.
Allah Teala bizə nemətləri kamil verib. Bizim etdiyimiz ibadətlərdə naqisliklər çoxdur. Yəni, biz orada da zəifik. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Elə bir nemət yoxdur ki, sizdə o Allahdan olmasın. ثُمَّ إِذَا مَسَّكُمُ الدُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ Və buyurur ki, rahiməllah, əgər sizə bir şey toxunarsa, zərər, yenə ona qayıdırsınız. Yəni, bütün nemətlər hamısı sizə Allahdandır. Hamısı sizə Allahdandır və ən böyük nemət isə Allah Taala'nın qulları üzərində Rasulların göndərilməsidir. Çünki buyurur ki, rahiməllah, çünki Rasullar insanları hidayət üçün göndərir. İnsan varlığı hidayətsiz nəyə lazımdır ki? Azğın insan nəyə lazımdır ki? İnsan hidayətsiz, məsəl üçün tutaq ki, insandır, görür, eşidir, yiyir, içir, yatır, durur. Məsələn, nə bilim, narkomandır, nə bilim, alkoqoldur, ailəsinə baxmır, onu söyür, bu nəzir. Bu insanın varlığına heç kim razı deyil. Hətta görürsən, ən yaxını valideynə deyir, ölsəydi canımız qutarardı. İnsan hidayət üzərində deyilsə, onun varlığında bir şey yoxdur ki. İnsan hidayət üzərində olanda insan hörmətli olur. İnsan hidayət üzərində olmayanda hamı ondan əziyyət çəkir. Hətta bəzən heyvanlar da, bitkilər də görürsən, gəlir əziyyət verir. Və ona görə müəllif rahiməllah buyurdu ki, yəni Allaha həmd olsun ki, Allah Teala rasulları haqq üzərində göndərib və din üzərində göndərib. Və burada rasullar deyəndə, yəni bütün rasullar. Bütün rasullar. Onlar hamısı hidayət və haqla göndərilmişdi. Bütün rasullar. Bəzilə elə bilir ki, bizim Peyğəmbərimiz təkcə Məhəmməddir. Sallallahu aleyhi ve sellem. Əksinə. Bütün Peyğəmbərlər bizimdir. Adəm də, Nuh da, İdris də, Aydın İbrahim də, İshaq da, Yaqub da, İlyas da, hamısı bizimdir. Yusuf da, Yaqub da, Eyyub da, hamısı bizimdir. Lakin sonuncusu Muhammed sallallahu aleyhi ve sellemdir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellemdən o Peyğəmbərlik binası tikilib, qıtarıb. O bir bina idi. Peyğəmbər sallallahu aleyhi ve sellem o binanın axırıncı mərtəbəsi idi. Necə özü hədisdə deyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, həmişə insanlar gələrdilər, bir qəsrin yanından keçərdilər. Baxardılar ki, o qəsrin, yəni o sarayın bir mərtəbəsi çatmır. Deyərdilər ki, o mərtəbə olsa nə gözəl qəsrdir bu. Deyir, Peyğəmbərlər də belə idi. Mən isə o çatışmayan yer idim. Gəldim və insanlar keçdikcə onu nə gözəl qəsr verirlər. Peyğəmbər s.ə.v sonuncu idi. Və Peyğəmbər s.ə.v özü deyir ki, mən axırıncıyam, mən sonuncuyam, mən o boş qalmış yerəm. Hansı ki, o bayaq ki, bir qəsri və ya bir binanı misal çəkdik. Mən o boş qalmış yerəm, mən sonuncuyam. Və Allah da Quran-Kərimdə buyurur ki, وَمَا مُحَمَّدٌ İllə rasulun qad xalət min qablihi rusul. Muhammed bir rasuldur, ondan qabaq da rasullar gəlmişdi. Və başqa edir ki, وَمَا مُحَمَّدٌ əbə əhədin min ricalikum və lakin rasulullah və xatəmən nəbiyyin. Muhammed sizlərdən birimizin atası babası deyil. Lakin Rasulallah, Allah rasuldur və xatəmən nəbiyyin. Peyğəmbərliyin xitamıdır. Xatəm bizdə bir işə xitam vururlar deyirlər. Xatəm. Xatəmə üzüyə də deyirlər xatəm. Çünki üzü əvvəl üzü ilə, möhürlə və yaxud da peçat onun üzərində olurdu. Vururdular, xatəm deyirdi ona. Çünki bir şeyin sonu. Və xatəmən nəbiyyin, Peyğəmbərlərin sonuncusuyam. Yəni, Peyğəmbər yoxdur. Allah da Peyğəmbər s.ə.v buyurur ki, mən Peyğəmbərlərin sonuncusuyam, məndən sonra Peyğəmbər yoxdur. Ona görə kim iddia eləsə, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Peyğəmbərlik, o kafirdir. Və kim ona inansa, ona bəyan olandan sonra o da kafirdir. Birdən bilməsə, aldansa, ola bilər, bilmir. Elə adamlar var ki, o qədər cəhalət içərisindədirlər ki, onlar, məsələn, deyirsən, İmam Hüseyin, deyir, Peyğəmbər olub. Bilmirlər. Elə bilir ki, imamlarla Peyğəmbərlər belə qarışıq bir şeydir, belə. Bilmirlər, onlar bilmirlər. Və mən hətta eşitmişəm ki, imamlara Peyğəmbərlər deyiblər. Eşitmişəm elə şeylər. Demişəm, yox, deyib, mən bilmirdim ki. Demişəm, yox, o Peyğəmbərin nəvəsi olub. O Peyğəmbərlərin nəslindən olub. O əhl-i beytdə olub. Amma Peyğəmbər olmayıb. Deyir, onlar bizim Peyğəmbərlərimizdir. Belə də deyənlər olub.
Təbii ki, onlar kafir deyil, onlar bilmirlər nə danışırlar. Cahildirlər. Lakin kim etiqad eləsə ki, Peyğəmbər s.ə.v-dən sonra Peyğəmbər gələ bilər. Heç gəlməyib və etiqad edir ki, gələ bilər. Kafirdir. Bu etiqad küfürdür. Və yəni hidayətlə göndərib. Bilhudə, hidayətlə. Yəni hidayət, yəni zəlalətin əksi. Çünki hidayət, yəni faydalı elm, düzgün, yəni istiqamət, zəlalətin əksi. Hidayət, yəni zəlalət yoxdur, azğınlığın əksi. Çünki Rasullar belə idilər. Rasullar hidayət üzərində idilər, azğın deyildilər. Heç bir Peyğəmbərdə azğınlıq olmayıb, əlhəmdülillah. Bütün Peyğəmbərlər hidayət üzərində olub. Haqq din üzərində, yəni salih əməl. Arsələ rasuləhu bilhudə və dinil haqq. Haqq din üzərində, yəni gözəl əməl və din də əməl eləmək, Allaha ibadət eləmək. Din elə mən müsəlmanam demək yox. Mən haqqam demək yox, əksinə ona əməl eləmək. Və Allah təala buyurur ki, İnnə dinə indəllahil İslam. Allah qatında din İslamdır. Və Şeyx Rahiməllah buyurur ki, nə üçün Peyğəmbərləri göndərdi hidayət və haqq üzərində? Liyudhirahu alə dini kulli. Bütün dinlər üzərində o göndərdiyi hidayəti və haqqı üstün tutması üçün. Çünki hərə bir fikirdə idi, hərə bir fikri vardı, hərə öz qövmünə təəssüf keçdirirdi, hərə öz etiqadını doğru sayırdı, hərə öz cəmaatını düzgün sayırdı. Allah Peyğəmbərləri göndərir ki, düzgün olan budur. Yəni, İslam hamısından üstündür mənasındadır. Bütün dinlərdən üstündür. Allah təala buyurur ki, İnnə dinə indəllahil İslam. Allah qatında İslam dindir və mən yəbtə qeyrəl İslam dindən fələn yuqbələmə. Kim İslamdan qeyri dinlə gəlsə, Allah ondan qəbul eləməyəcək. Və huvə fil əxirəti minəl xasirin. O da axirət günü uduzanlardan olacaq. Kim İslamdan qeyrisin gəlsə, ondan qəbul olmayacaq. Lap dünyalar qədər əməl eləsə belə, lap nə qədər əməl sahibi olsa belə, o cür gəlsə qəbul olmayacaq. Ona görə Ömər ibn Xəttab radiyallahu bir dəfə bir nəsrani görür, xristiyan. Görür ki, abiddir. Gündüzlər oruç tutur, gecələr də ibadət edir, abiddir. Ömər ibn Xəttab onu görür, heyfistənir. Biraz heyfistənir. Hətta bəzi əsərlərdə gəlib ki, gözü dolur belə. Deyirlər, ey möminə əmri, bu kafirdir, ölsə belə cəhənnəmə gedəcək. Bunun üçün niyə kövrəlirsən? Yəni, bunun səni kövrəldən nədir? Ömər ibn Xəttab radiyallahu deyir ki, kövrələm ki, bu qədər əziyyət çəkir, cəhənnəmə gedəcək. Etiqad düz olmadığına görə, yəni Allahı düzgün tanımadığına görə, əməli düzgün olmadığına görə, hidayət üzərində olmadığına görə, Rasulların yolunda olmadığına görə cəzası cəhənnəmdir. Bəli. Yəni, İslam bütün dinlər üzərində üstündür və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gətirdiyi şəriət isə özündən qabaqki hamısının üstündür, bütün Peyğəmbərlərin. Mesela İslam və şəriət Tövratın gətirdiyindən üstündür. Yəni, Qur'an gətirdiyi, İncilin gətirdiyindən üstündür. Çünki Qur'an sonuncudur və sonuncu ən yaxşıdır. Sonuncu qərar Allah tərəfindən, sonuncu hökm və sonuncu əhkam və sonuncu Rasul ən yaxşısıdır. Sonuncular da ən yaxşılardır. Sonuncular da ən yaxşılardır və yəni, kim bundan başqa bir şeydə axtarsa, izzət axtarsa və ya nəsə bir şey axtarsa, artıq yəni, zəlil olacaq. Yəni, kim İslamdan qeyri yerdə axtarsa, izzət tapa bilməyəcək. İzzət ancaq İslamdadır və başqa dinlərdə heç bir kəramət yoxdur. Bununla İslamdan yapışmaq, zahirən və batinən və ibadət və əxlaq İslamın üzərində olması və insanları o cürdə dəvət eləmək, hətta yəni millət doğru yol üzərində olsun, İslama qayıtsın. Və Allah Şeyx sonra buyurur və kəfə billahi şəhidə, yəni Allah da şahid olaraq bəsdir. Yəni Şeyx Rahimallah demək istəyir ki, yəni Allah Teala bizim üçün bəsdir ki, ayırsın ki, kim düzdür, kim səhvdir. Allah Rasulları göndərdi haqq üzərində, ona görə Allah'a həmd olsun. Hidayət üzərində göndərdi, ona həmd olsun Allah'a. Və kəfə billahi şəhidə, Allah da şahid olaraq yetər. Bu Şeyxülislam İbn Teymiyyə hələ müqəddiməsidir. Bismillah deyib başlayır məsələyə. Hələ kitabı hələ gəlməyib hələ kitab. Və Şeyxülislam İbn Teymiyyə rahimallahın da
Yəni kəfə billahi şəhidə deməsi də yəni ayədən götürüb Allah Teala Quran-Kərimdə bəzi yerlərdə buyurur ki, və kəfə billahi şəhidə, Allah yəni şahid olaraq bəsdir. Bəli, sonra keçir Şeyx Rahimallah başqa məsələyə, artıq başqa şeylərdən danışır. Məncə bəs eləyər bu qədər. Davam eləyək? Bəsdir. Allah razı olsun. Allah bərik fikum. Selamun aleyküm, rahmetullah.